Bizim 8 saatlıq iş günümüz var. Vəssalam. Ondan artıq heç kim işləməməlidir. İnan Allaha xanım, elə olur 16-17 saat işləyirik. Yenə deyirəm, 6 bazarı işləyirik. Hələ üstəlik də bu boyda fəhlələri işdən çıxardıblar, həyət süpürgəçilərini. Bu boyda bax, həyətləri görsünüz, günlərlə süpürülmür. Bax, bizim üstümüzə yükləmək istəyirlər. Onda bunların sözündən çıxır ki, biz heykəl kimi, yolun ortasında bizim heykəlimiz qoyulsun, hər əlimizə də bir dənə süpürgə versinlər. Bir belə eləyək, bir də belə eləyək. Haçanda vaxtımız gələr, elə yolun ortasında ölərik. Və bizim ailəmiz var, bizim uşağımız var, evdə yemək pişirməyimiz var, evdə nəfəs almağımız var. Siz inanırsınız xanım, 3-4 gün bundan qabaq mənim uşağım zülüm ağlayır ki, mama sən neçə vaxtı deyir, evdə yemək pişirmirsən deyir. Təsəvvür edin, mən nə tər yorğun gedirəmsə evə, iməclik qalmır, kişi işi qalmır, arvad işi qalmır, bütün arvadlarımız elə o zülümdə. Gedirəm evə, mənim ağzım arıq qalır. Mən özüm ağzıma bir stəkan çay içə bilmirəm, uşağa necə yemək pişirim?